ZBT USDT 0.0960-dan aşağı short. Amma barlara baxmaq lazımdır. 5 dəqiqəlik barlar normal olsun, çox böyük barlarla yaxınlaşmaq, səviyyəni keçməyə olmaz. Flow USDT 0.118 aşağı short. PTB dünən bölüşmüşdüm 0.002634 short. CC USDT hal-hazırda pozisiyadayım. Göstərim onu sizə. Xırda zərərdəyim, amma pozisiyadayım hal-hazırda. Səviyyəm 0.11750, stop lossum 0.11611, take profitim 0.12407. Mən həmişə əksər hallarda 1-in 4-ə götürürəm. Risk reward məndə 1-in 4-dədir. Binance-da tarqavat eləyirəm. Kimsə pozisiya tutmaq istəsə, nəsə mənim elədiklərimi eləmək istəsə, başqa platformada olsa, keçsin, oradan səviyyəsini düzəltsin, take profitin, stop lossun, giriş nöqtəsini ona uyğun qoysun ki, spread fərqi olmasın. Bir də hər ehtimala deyim, yəni maliyyə məsləhəti deyil uşaqlar. Sadəcə olaraq öz elədiklərimi göstərirəm ki, bəlkə kiməsə köməkliyi dəyər. Bir də ENA USDT dünənləri bölüşmüşdüm. İnstrument mən istədiyim kimi getmədi, düzdür. Yəni, Bitcoin yaman volatilli idi. Amma mən 1-in 4-əni götürdüm, durdum qırağa. Bax, yəni 1-in 4-əni götürüb durmuşam qırağa. Kimisə nəsə sualı varsa, rahat versin. Nə qədər ki, buradayam, indi biraz həvəslənmişəm, hələ ki görürəm. Görsəm ki, istədiyim kimi gelmir, maraqsızdır, itəcəm. Ona görə uşaqlar suallarınızı verin, bəlkə bir xeyrim dəyər.